Bəs doktor, bir dənə də bir şey deyim, sonra Mətə. Mən Gəncəyə getmişdim, orada gördüm ki, Yaponlar qonaq gəlmişlər, Şamil müəllim, Gəncəyə gəliblər də, yəqin turistlərdir. Elə dayanıb şəkil çəkirdim, gördüm yerdən şey yığırlar, belə o sarı çiçək var, yapışan. Bildin də hansı, belə topuz çiçəklərdir yerdə. Zəncirotu. Xərçəngə qarşı, əvəzsizdir. Bir onları dənləyirdi. Əvəzsizdir. Doğrudan. Möhtəşəmdir zəncirotu. Həm xərçəngə qarşı, həm qaracər təmizləyir, öd qovucudur, mədə bağırsağı hülküm eləyir, immuniteti qaldırır. Zəncirotu çox qiymətlidir. Bizim adamlar onu orada elə belə sadəcə baxırlar. O Yaponlar bilirlər onun xeyrini. Çində xüsusi plantasiyaları var onun. Zəncirotunun. Ayda. Biz də tapdalayıb keçirik üstündə. Doktor, onu çiçəyə dəmləyirlər, yoxsa... Çiçəyin. Yumru yerində. Heç fərqi yoxdur. Onun kökü də əladır. Çiçəyidir. Heç bitkisi də. Onun artıq şeyi yoxdur. Zəncirotu çox qiymətli bitkidir. Adam alıb dəmləyərdi.